Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Bu günləri Cəhalət Mühəndisliyi Qələbənin 264-cü bölümün başladıq. 5-ci, üzr istəyirəm. 265-ci bölümün başladıq. Dünənləri, yəni keçən cəlsədəki 264-cü idi. İslam dünyasında və Türk dünyasında yazılmış 3 cüzvə ilə bir kitab ki, 3 cüzvədən ibarətdir, ya 3 risalədən ibarətdir, tanış olduq ki, hududən 1112-ci sənədə yazılmış, amma biz hesabladığımız üzərə, yəni əgər o tarixi tutsaq, 335 il öncə yazılmış olar. Amma o cür ki, biz hesabladıq, kimin dövrəsində kimə xitab yazıb bu kitabı, gördük ki, Sultan Səlim Xani Sultan Süleymanın oğludur. Sultan Süleyman da Sultan Səlim, birinci Sultan Səlimin oğludur. Yəni ikinci Sultan Səlimin dövründə yazılıbdır və ona xitab yazılıbdır. Belə də Şamda olan valinin əmri ilə bu kitab Türkiyə çevrilibdir. Bunu baxanda gördük ki, bu yazılma tarixi üst-üstə, yəni 1-2 il aşağı, 1-2 il yuxarı, çox fərqi yoxdur. Yəni ola bilər biri desin ki, 2 il aşağıdır, 2 il yuxarıdır. Amma bunun yazılmaq tarixi 978, 79, 80 ya hətta biraz aşağı, məsələn 776, 77 bu cürsə ola bilər. Yəni çox o yüz deyil. Və belə olanda bunu hesablamadıq tarixi necə olar. İndi 1447-dir, bundan çıxsaq 978-i, yəni Sultan Səlim, ikinci Sultan Səlimin dövrəsinə keçsək, 469 il öncə bu kitab yazılmış olar. Burada bir ixtilaf vardı, o ixtilafı mən şeydən görürəm. 469 il öncə yazılmış olubdur. Bunu mən nüsxəçinin yazısı ilə əsl yazıda görürəm. Yəni nəzərimə gəlir ki, nüsxəçi tarixi, o tarixdə, yəni bu kitab bir nüsxədir. Əsli kitabdan onu biz burada görürük. İndi isə gedək görək ki, və İsrağa üçün bir ayrı Maverdi adlı Əbu Həsən Maverdi adında bir şəxsiyyətlə tanış oldum mən şəxsən özüm. Bəlkə İran deyilən yerdə bunun adını eşitmişdim. Amma düzün axtarsaz bu anlamı ki, mən aldım, onu orada eşitməmişdim. O da buydu ki, bu adam da 1047 il bundan qabaq Əbbasilər dövrəsində bir kitab yazıb. 3 kitab yazıb əslində. 4 kitabı bunun çox məşhurdur, əlbəttə ədəbiyyatdan sonra. 3 kitabı siyasət haqqındadır. Və bu, onun tərsinə ki, bizə deyirlər İslam dünyasında, İranda deyiblər İslam dünyasında və Türk dünyasında siyasətnamələr yoxdur, nəsihətnamələr vardır, bunun tərsinədir. İndi isə gedək görək ki, bu günləri hangi kitab, o indirdiklərimiz kitablardan bizim qanşarımıza çıxacaqdır, ya qarışımıza çıxacaqdır, görək nədir. Mən dünən bir kəlməyə fikirləşirdim, düzün axtarsaz. Yazmışam ki, onu yadımda saxlayım, hətmən deyim, indi çox danışacağım, yadımdan çıxacaq. Ölümlə olumun şeyini düşünürdüm, ilgisi. Çox az bir fərqinə bu iki kəlmə eyni həmdir. Eyni elə öcür yazılır, olum, ölüm. Bir ö-lə ü, o və ü, o, ö və u, o, ö, o, ö, ölüm, olum, olum, ölüm. Nə deməkdir bu? Niyə bir belə? Bu söz bir-birinin içindən gəlir. Yəni bir cıqqılı ağızda səsin
O-la ö-ə çevrilir. Yəni bir də əslində. O qədər fərqi yoxdur. Amma nədən birinə olum deyirik, birinə ölüm deyirik? Nəzərimə gəlir ki, olum ölümə gedən yoldur. Olumda olumsuzluqdan gəlirik, ölümsüzlükdən gəlirik, ölümlükdən. Olum ölümlükdən gələn bir yoldur, ölümlükdə qutaran yoldur. Onun üçün ya bir ayrı düzəlsək, olum ölüm də bir yoldur, eyni oluma tay. Amma o da bir ayrı cür yoldur. Yoxluq da eyni buna tay gəlir. Nəzərimə gəlir ki, yox da elə olumdan bəlkə gəlirmiş, amma biraz dəyişilibdir. Amma bunların üstündə fikirləşmək lazımdır, dostlar. Türk dili çox zənginmiş və təəssüflə biz onu düşünməmişik çox. Mən bu günlər hətta biraz öncə bir kəlməni düşünürdüm. Calamaq. Adam məsələn əli dəyir bir kasada, bir tasda, bir ləyəndə, bir parçada, bir güyümdə, bir bankada su var. Əli dəyir ona, düşür, dağılır, deyirik su calandı. Və məsələn deyirik ki, Allah xeyrə calasın. Çox gözəldir. Bunun anlamları mən indi türkünü yavaş-yavaş deyərlər nə cür? Sevirəm hər halda. Dünənlərə Adab-ül Mülk türkü kitabı oxuduq. Dedik ki, bunun da yazanı Salih ibn Abdülkerim ibn Salihdir ki, Əli ibn Muhiyyə Şirazi yazıbdır. Cəlibdir ki, sonunda da baş tapmadıq ki, biləxərə Həzarfən Hüseyn Əfəndi adlı bir adam da bunun nüsxəsini sonralar yazıbdır. Amma biz bu kitabda neçə dənə şeyə qarşılaşdıq. Biri budur ki, bu Əli ibn Muhibbi Şirazi Mühibbi tarixdə çoxdur. O cümlədən Sultan Süleyman Qanuninin şeir adı Mühibbidir və divanı Mühibbi divanına məşhurdur. Bu Mühibbi Şirazi deyilən şəxs ki, bu kitabı yazıbdır. Bu bəzən deyir ki, mən bu kitabı türkçəyə çevirmişəm. Bəzən də deyir ki, bu kitabı farsça yazıbdır. Bir ayrısı türkçəyə. Yəni o yazar deyir ki, mən türkçəyə çevirmişəm. Bunlar biraz zehni qatan bir məsələlərdir. Dünənləri Əxlaq-ı Əlaiini oxumuşduq. Görün bu nə cür olubdur. Burada əlailər qatışıb bir-birinə. Bu əlayi, Əxlaq-ı Əlayi əgər açılsa, burada da bunlar var da, baxarıq, görürük bu nədir. Bu Əxlaq-ı Əlayi, bunu oxumuşduq, əgər səhv eləmirsəm, Princeton Universitetində. Bəli, bunu oxumuşduq. Kamil yadıma gəlir ki, bu oxuduq, biraz mərifə elədik. Tamam, bu odur. Bu birisi hangi kitabdır? Əhkam-ı Nücum-i Türkü, bunu da oxumuşduq. Google-ı bağlayaq. Bu Çələbizadəni ehtimalən oxumamışıq. Əxlaq-ı Əlayi Çələbizadə nə deməkdir? Aynı kitabdır. Bu nə cür olubdur ki, iki kitab olaraq burada indirmiş bunu. Aynı kitabdır, gördüyünüz kimi. İndi bunu qarşılaşdıraq. Əxlaq-ı Əlayi. Əxlaq-ı Əlayi, bu Əxlaq-ı Əlayi gəlsin birinci səhvəyə. Tamam, bu hələ buradan da geçək. Burada Bismillahirrahmanirrahim. Bu da Əxlaq-ı Əlayi Çələbizadə. Aynı kitab. آسمان بار امانت نتوانست کشید قرعه کار به نام من دیوانه زدند. O değil, bu hangisi budur.
Bu da eləcə həman kitabdır, yəni heç fərqi yoxdur. Burada vəsətdə Əhkam-ı Nucumu da oxumuşduq, çox gözəl, mən bunu sevdim. Dedik ki, bu Nostradamus, Türk dünyasının Nostradamusuna bənzətdik bunu. Gedək əvvəl bu kitabı buradan delete eləyək. Bu ikisi də bir şey olandan sonra bunu buradan delete eləyək. Silah geçsin. Adab-ül-müslüm, əxlaq filan. Bu da əxlaq-ı tibb, əxlaq-ı əlayi türki. Yenə də burada belə bir kitab görürük. Bunu fikirlərim ki, indi aşmışdıq bunu, əxlaq-ı tibbi. Tamam, görək ki, bu əxlaq-ı tibb nədir? Bunun eyni elə bil həmandır, amma nə cürsə, bura o cür yazılır, biraz fərqli görsənir. Bəli, fərqli görsənir. Amma çox da fərqli deyil. Asman bağrı əmanətin təbarı. Fəqət şeyi fərqlidir. Yazılış forması fərqlidir. Yoxsa kitab aynıdır. Yəni mən bunu bu işi görə bilərik indi. Bunu qoyaq bura. Eyni halda bu əxlaq-ı əlayi hansısıydı? Bu idi. Biri budur. Biri də budur. Tamam. Bunları qoyduq bir-birinin dibinə. Diqqət buyursaz ki, ikisi də görsənsin. Tamam. İkisi də görsənsin. Bu fotokopudur. Bu əslidir. Fərqi buradadır. Bu rəhlidir. Bu rəhsizdir. Birinci səhifəsi. İndi burada hər ikisinin də birinci səhifəsini görürük. Aha, bu da burada. Tamam. İkisi elə aynı kitabdır. Nəqqaşilər fərqi var. Ayrı kitabdır, amma aynı nüsxə deyil. Bunu istəyirəm deyə. Burada görürük ki, format fərqlidir, nəqqaşı fərqlidir. Burada görürük ki, nəqqaşı fərqlidir. Burada görürük ki, kitabın içi də nəqqaşı olubdur. Gül çəkiblər, arxası rəhlidir, üstə ağ yerlərin dövrəsinə, yəni kəlmələr ağ yerdə yazılıb, dövrəsi də bulud kimi tamamən şey olubdur. Və hətta görürük bir-iki qələt yazılıb burada, qələtlərin üstündə qırmızı xət çəkiblər. Bilmirik ki, vələqəd xələqə insanə, yox düzdür, nədən onun üstünə qırmızı xət çəkib? Ehtimalən başının üstünə qırmızı xət çəkəcək, o da üstünə xət çəkibdir. Özdə xət keçindən düz çəkiblər, bu çox fərqlidir. Dedik keçən seri bu kitaba baxanda ki, bunun rəhli yerləri var, amma görsənmir. Burada məsələn beyt var, burada da beyt var, burada qırmızıdır. Aynıdır, aynı mətləbi səhviyyə yerləşdirməyə çalışıblar. Yerləşməyibdir, nüsxələr fərqlidir. Amma kitab aynıdır. İndi məsələ gedək bunun, indi əlbəttə nüsxələr fərq eləyəndə, burada gedək görək məsələn bunun 37-ci səhifəsinə gedək, heç bilmirəm nə var, nə yox. Bura 37. Gedək burada da 37-yə görək ki, indi eləyə bilsək bunu tapaq. 39, 38 və 37. Görək ki, burada bir fərqi ki, burada görürük. Bunun hər səfəsində bu fotokopunun, Princeton Üniversitəsindəki olan fotokopunun hər səfəsində bir dana səfəni, PDF-in hər səfəsində bir dana səfəni qoyublar, onu görürük. Amma bu birisi kitabda ki, əsli nüsxədən əksidir. Onda hər səfəsində ikisini qoyublar. İndi istəyək bu 37-yə gedək, şərə gedək 74-də açaq burada, PDF-də. Əlbəttə bunu gətirəm aşağıya, bu rahatdır gətirmək aşağıya. Bunu gətirirəm məsələn 32-yə, 33-ə. Çox gəlmişəm. Yox, 30, 16, 17-yə. Tamam.
Görək ki, əgər burada buna görə bir ilgi tapa bilsək, oxuyaq bir yerin. Nəzmi Farsi burada bir yerdə yazıbdır. Burada da bu 17 səhifədir. O olar 30, çox gedib üstə. 30, 17, 34, 35. Görək ki, burada o tapa bilirik Nəzmi Farsini ya yox. Ehtimalə bu 30 neçə səhifədə bir neçə səhifə dalıya gələ. Təqsimi, tərifi hikmət və təqsimi u ba əqsam məşhurə. Əcəba bunu görə bilər miyiz? Bunu görsək bu yaxşıdır. Çünki bu orada ne deyə bilirik ki, rahatca bunu oxuyaq. Əgər bunu tapsaq, bəhs sani hikmət mövcudat xariciyyə nəfsül əmridə nə halidə isə o hal üzərinə bilməkdir. Əlbəttə bu əsl kitabda biraz kiçik yazılıbdır. Mümkündür ki, ona görə əllərin ağrımasına çox sağ ol, təşəkkür. Cəlibdir, bunu da vuranda gözümə tar görürəm. Ehtimal verirəm ki, eynəkdə də bir müşkül tapmışıq. Əgər eləyə bilsək bu tərifi hikmət və təqsimi aha. Çün mütləq hikmət, hikmət-i nəzəriyyə və hikmət-i əməliyyəyə münqəsim oldu. Buradan olacaqdır. Görün, burada da belə bir şey var. Bu yox, biraz qabağa getməliyik. Görməliyik ki, bu harada təqsim olubdur. Onu orada gördük. Bu da çox fərqli olmamalıdır. Bu yaxınlıqlarda olmalıdır. Bəli, amma tərifi hikmət və təqsimi u bi əqsam məşhurə. Düzdür ki, bu kitab eyni azdır, amma kiçik yazdığı üçün əvvəl səhifədə də nəzərə gəldi çox azdır, amma kiçik yazdığı üçün ondan az yer tutubdur. Burada indi bunu oxuyaq, yəni aynı şeydir. Amma tərifi, əmması burada yoxdur. Bu şeydə görürük ki, Princeton'da olan nüsxədə əmma yoxdur. Əmma tərifi hikmət və təqsimi u bi əqsam məşhurə. Hikmət-i mövcudat xariciyyə nəfsül əmridə nə halidə isə o hal üzərinə bilməkdir. Və lakin taqət bəşəriyyə və vəfa etdikcə indi mən ikisinə də baxıram ki, görüm burada heç olmasa bir neçə cümləni qarşılaşdırım. Və qüdrət-i insanidə mümkün olduğu miqdar və qüdrət-i insanda, burada yazıb insanidə və qüdrət-i insanidə, burada yazıb qüdrət-i insanda mümkün olduğu miqdar, bu tərif nəfsi əmələ şamil dəcül. Bu tərif nəfsi əmələ şamil dəcül. Və əməl bu tərsim müqtəzasıncə hikmətdə daxil dəcüldür. Və əməl bu tərsim müqtəzasıncə hikmətdə daxil dəcüldür. Aha, burada fərqi ki görürük, nüqtələrdə də fərqi görürük. Məsələn, o dəcülün həm qabağında, həm sonrasında nüqtə qoyubdur. Bu əsli əl yazmada, bu Princeton'un üstündə yoxdur. Yəni, burada zeytuni rənginə rəh qoyubdur bu rəhli kitabda.
Bu ki fotokopiyada və Princetonda saxlanır, bunda yoxdur. Bir az dedik, bu şeylər, nüsxəçilər, yazanlar əl aparırlar kitabda. Bəzisi əmdidir. Yəni, öz düşüncəsinə görə, anlayışına görə deyir ki, bunu belə yazsaq daha yaxşıdır. Bəzisi qeyri-əmdidir. Məsələn, üstə bir yer dedik, o qeyri-əmdi ola bilər. Amma sözü, məsələn, orada düşübdür. Ola bilər ki, biri qeyri-əmdi əlavə edibdir, ya biri qeyri-əmdi silibdir. O qədər çox təsir eləməz. Amma, ya məsələn, nüqtəni, burada dedik, nüqtə ya virgül qoyubdur, dəgüldürün dalısına və qabağına. Bu da təsir bu qədər eləməz. Çünki mənanı oxuyanda biz mənanı anlarıq, keçirik. Amma bəzi yerdə kəlmələr çox diqqət çəkməlidir. Və bu məzhəb subi səvabə yəqin, sövb paltar. Subi səvabə yəqin, yəqin yəni yaxın. Və bu məzhəb subi səvabə yəqin və məqbul ami mühəqqiqindir. Və məqbul ami mühəqqiqindir. Amma bəzi hükəma hökmü təmim və əməli dəxi dərc edib. Amma bəzi hükəma hökmü təmim və əməli dəxi dərc edib. Bu vəc üzrə təqsim edərlər. Bu vəc üzrə təqsim edərlər ki, hikmət nəfs-i insaniyyədə elm və əməlin husuli. Ki, hikmət nəfs-i insaniyyədə elm və əməlin husuli və nəfs-i insaniyyə bu iki cəhətdən kəmal mu'təddun bih olan mərtəbəyə vusulidir. Ki, hikmət nəfs-i insaniyyədə elm və əməlin husuli və nəfs-i insaniyyə kim bu iki cəhətdən kəmal mü'təddun bih olan ki, burada elə bir nəzərimə fərqli oldu. Bu vəc üzərə, bir də buradan baxaq, bu vəc üzərə təqsim edərlər ki, hikmət nəfsaniyyə də elm və əməl husuli. Ki, hikmət nəfsaniyyədə elm və əməl husuli və nəfs-i insaniyyə bu iki cəhətdən kəmal mu'təddun bih olan və nəfs-i insaniyyə kim? Burada kim sözü var, burada yoxdur. Bu iki yerinə olub, nəfs-i insaniyyyə kim? Burada izafə edibdir. Bu iki cəhətdən kəmal mu'təddun bih olan. Burada olan yazıbdır, burada olan yazıbdır, bunda olan. Olan mərtəbəyə vusulidir. Nitekim, Xacə Mühəqqiq Kitab Əxlaq Nasiridə ki, rəqəmzədi çilki hikməti nigaridir, təsnif buyurdu. Nitekim, Xacə Mühəqqiq Kitab Əxlaq Nasiridə ki, təsnif buyurdu, burada çilki hikməti nigaridir, o gedibdir. Məsələn, bu şeydə çilki hikməti nigaridir, gedibdir. Yəni, burada bunu yazan, buradakı yazılan düz gəlir nəzərimə. Çünki bu sifətlərdən çox istifadə edir. Buradakı silibdir. Yəni, çilki hikməti nigaridir, təsnif buyurdu, hikməti bu vəcə. Bu vəc üzrə, indi bunu gələk edək o birisi səhifəyə, tərif eylədi ki, mən gələk bunu burada görəm, itirməyəm, hikməti bu vəc üzrə tərif buyurdu ki, burada tərif eylədi ki, buyurmaqla eyləmək çox fərqlidir. Mənim nəzərimə bu düz gəlir, bu gəlmir. Çünki bu, əgər adam birinə deyir ki, gözəl deyir, yəni mən bunlara diqqət eləməlidir, diqqət eləməliyik da oxuyanda, çilki hikməti nigaridir, yəni çox gözəl ona şey verir, buyurdu demağı təbiidir. Çünki orada bir böyük buna hörmət qoydu. İndi o hörmətin davamında buyurdu deməlidir. Burada hörməti götürür, deyir ki, dedi. Yəni mənə tərif eylədi. Üzrə tərif eylədi. Amma burada nə dedi? Dedi ki,
Hikməti bu vəcih üzrə tərif buyurdu ki, hikmət əşyayı layiq nə isə eylə bilməkdir. Burada nə deyir? Və onda vaqi olan ixtilaf məlum oldu. Aha, değişdi. Baxın, kitab değişdi kullən. Yəni, bəlkə də mən bunlara atıldım, qoyuncaq dalıya. Elm usulü və nəfs-i insaniyə kimi bu iki cəhətdən orada vəcih demişdi, yazarım əgər şərh eləmişəm. Kəmal-ı mütədidün bih olan mərtəbi iki cəhətdəndir, yox. Təsnif-i Nasiri təsnif buyurdu, hikməti budur ki, hikməti bu vəcih üzrə tərif eylədi ki, hikməti bu vəcih üzrə tərif buyurdu, bu da eylədi ki, hikmət əşyai layiq nə isə eylə bilməkdir və əfali layiq necə isə və əfali layiq necə isə eylə qılmaqdır. Çün tərifi məfhum və onda vaqi olan ixtilaf yox, düzmüş. İxtilaf məlum oldu, pəs bu canibdən rücu və təqsim-i hikmət etmək şuru edəlim. Tamam. O qədər fərqi görmədim, amma hər halda fərqi var Princeton. Bəli, bir dənə bəhsə gəldik. Bu bəhs çox cəlib olduğu üçün bunu mən oxuyuram bu kitabdan. Biraz qabaqlığa gedirəm, müqəddəmədən oxuram. Müqəddəmə. Kitabı da yekəldim ki, kamil bunu. Əlbəttə bunun kaş bunun bir şeyini görəydik, qoy görün. 10-cu səhifə. Bunu yazın, burada yadımda qalsın. Əxlaq-ı əlai türki. Bununla onun heç fərqi yoxdur. Həman kitabdır, amma mən istəyirəm ki, bir iş görəm. O da bu olsun. Fəqət burada səhifəsini yazım. Bəlkə bunu bir ayrı səhifədə yazaram. 10. Kitab, əvvəl bu kitabı ki, bu gün instruksiyonaq, bu əslidir. Bunun bir ləzzətini aparaq da. Bir buna əvvəl PDF-də baxaq görək kitabın kağızı, cildi, nə cür saxlanılıbdır, ona bir baxaq. Görürük ki, biraz yağlı, burada görsənir, bir şeylər tökülüb kitabın üstünə. 2 dənə, 3 dənə möhür görürük birinci kitabda. Biri türkiyyət kitabıdır, biri vəqf içininkidir, möhrüdür, biri də Milli Genel Kütüphanəsi. Millət Genel Kütüphanəsi adında. Burada kitabın şeyini görürük, birinci səhifəsini görürük ki, Osmanlı dövründə yazılan kitablara taydır və 2 səhifə nəqqaşi olub. Kullən nəqqaşinin içində yazılıbdır. Və bəzən şeirlərin qırağında da 3 tərəfində də nəqqaşi çəkiblər. Birinci səhifədə misrələrin ortasında olan boş yerə də nəqqaşi çəkiblər, qıraqlarına da. Bu birisi səhifədə ortasında misrələrin ortası boşdur, amma qıraqlarını nəqqaşi çəkiblər abı rənginə, mavi rənginə. Qırmızı qələmdən istifadə ediblər Qur'anın ya ərəbcə yazılan kəlmələrin üstünün başına yox, elə üstünə xətt çəkiblər. Elə ki, məsələn, bu qələtlik kimi görsənə, amma o cür deyil. Yəni, doğrudur. Tamam kəlmələri qırmızı yazdıqları çox gözəl görünür. Burada da qıraqda yazıları görürük, qıraqda da orada-burada bir kiçik də olsa yazılar görürük. Amma çarçivələr davam edir. Yəni, çarçivələr 3 dənə cizgi ilə və içində rəhləmaqla, qızılı rəhləmaqla davam edibdir. Bunu da görürük. Xətt çox gözəldir. Onun xətti yekədir, bunun xətti kiçikdir, amma bu Princeton'undan daha gözəl mənim gözümə gəlir. Kitabın təəssüflə dedim, nəzərimə gəlir ki, bir bölümünə heç olmasa ya su gəlib, ya yağ damıbdır, yağ tökülübdür. Kitabın ortası ki, yəni şirazəsi də xəsarət görübdür. Qıraqlarında dedim, orada-burada bir yazılar vardı.
Bu yazılar da qıraq yazıları desək daha yaxşıdır. Çox gözəl buna zəhmət çəkilibdir, bəllidir. E, Yazılmasından, xəttkeşlərində hər yerinə xətt çəkiblər. Çox gözəl şeirlərin ayırıblar, dövrəsinə xətt çəkiblər. Türkcə, farsca şeirlər. Kitab 300 onun da səhifəsinə baxmadıq. Qocuruq onun səhifəsini bir də baxalım, görəlim ki, orada nə yazmışdı. Əxlaq-ı Əlayi Türki, Əxlaq-ı Çələbizadə. Hangisi idi? Bu Çələbizadədə 606 səfədir. Birisində neçə səfərdir dedik? Bunda da 343 səfər, yəni 400 səfiyə yaxındır. Üzr istəyirəm, 700 səfiyə yaxındır. Yəni hər yerdə isə 684 səfərlik deyə bildik bir kitabla qarşıyıq. Bununla belə ki, bu kiçik yazıbdır. Bu o Princetonda olan kitabdan şey çox görsənir. Eyni halda ki, Princetonda olan kitabın əvvəlində bir neçə səfər Princeton ağ qoyubdu və ha belə özünə yazı salıbdı. Amma bu kitabda biz onu görmədik. Yəni əsli kitab ki, indi əslini oxuyuruq. Burada biz əvvəldə boşluq görmürük. Əvvəldə elə bir səfər cildin, yəni kitabın cildini açıbdı. Orada o cildin özünü də salıbdı. 2 səfər elə boşluq və sonra gedir bir səfər, yəni deyək ki, 4 səfər boşluq, ki, əlbəttə biri şeydir və ondan sonra kitabın özünə giririk. Axırına indi baxarıq bunun. Mən biraz bunun sürətlə gedim o getdiyimiz yerlərə. Sürəti biraz çoxaldıram, çünki səfərləri çoxdur. Bunu görək. O qədər də dedim, kitabın baş tərəfi heyf olsun ki, suzat keçibdi ya yağ keçibdi, şey görübdü, ortası yaxçıdır. Yəni üst-üstə kitab çox gözəl qalınıbdır. Amma aha, bu da İstanbulda qalır. Onun tərsinə ki, o birisi İstanbulda qalmır. Bu İstanbulda qalır və burada bir şey də görürük. Mən bilmirəm, o kitabda yadımda deyil. Onda fikrim ki, tədbir-i mənzil falan da var idi. Yəni 3 yerə bölmüşdü. Fikrim həmandır. Bəli, burada yetişirik bir kitaba. Kitab-ı əvvəl tamam oldu. Be'unillah kitab-ı saniyə şuru olundu. Kitab-ı sani də buradan başlayır. Yəni nə mənədir? Tədbir elmi, tədbir-i mənzil. Fikrim ki, bunu Əlayini harada oxumuşduq? Əlayi. Demişdik ki, burada bir də baxım görüm. Elm, əxlaq və tədbir mənzil və siyasət əxlaq. Amma orada mənim yadıma gəlmir ki, onda 3 danasını da gördüm ya yox. Burada ikinci kitabı görürük. Bu da ikinci kitabda 194-cü səhifədədir. 194-cü səhifə. Bunu da burada yazaq. Bu da nəqqaşı olub. Eyni Oratay ikinci səhifəsi. Qalan yerdə eyni Orataydır. Biraz nəzərimə gəlir ki, xətt adcacan dəyişdi. Adcacan, yəni o qədər mənim biraz hər halda xətti biraz fərqli gördüm. Eyni səbki siyaqla, eyni elə o yol yöntəmlə davam edir yazıya. Çox yaxşı oldu ki, bu kitabı bu günləri belə qələm vurdum. Çünki onu görməmişdim ki, ortada bir ayrı bölüm var idi. Burada görmək bunu bizə yaxşı oldu. Sürəti çoxaltmışam, elə o cüsü baxıram, görüm ki, nə olur. Çox fərq yoxdur, fəqət baxıram. Burada məsələn bir elə bir şey, məsələn, çıraq işığında baxırmış, yağı tökülüb bu çırağın işığında tökülübdür kitabın ortasına, onu da orada görürük. Çıraq məsələn, çıraq aşıbdır, düşübdür, ya şəm aşıbdır, düşübdür kitabın üstünə. Kitabı biraz yanan kimi, ya saraldan kimi eləyibdir. Üçüncü kitab burada 290
298-də, 97-də başlayır. 297-də 98. PDF-in 298-də 3-cü kitab başlayır ki, bunu da yine həm biraz o yüz bu yüzün oxuyarıq. Çünki bu dedim fəlsəfədə olduğu üçün hikmət məsələsidir də, bunu oxuyarıq. Burada təəssüflə bu 3-cü kitaba dediyimiz yerdən biraz da öncədən bəlkə şey olur. Su çox kitaba keçibdi. O kitabın başından çox təsir qoyubdu, çox da göstərir. Təəssüflərlə bəli, o cürsə olubdu. Çox gözəl bir kitabla qarşıla. Aha, burada xatimə 340-cı səhifədə xatimə deyə bir qonu gətiribdi və onu da Tazaşdan bir nəqqaşısı ki, çox fərqlidir. Bunu görməmişdim. Ədliyyə dairə. Mən belə oxuram, amma sonra bunu qeydərək oxuyarıq, görürük ki, nə deməkdir. Burada yəni bir xatimə, zeyli xatiməyi əl-xəvatim. Xatimətül xəvatim. Zeyli xatimətül xəvatim. Belə bir şey deyə bir dənə də ayrı qonu açıbdır və kitab son səhifəsi burada qurtulur və tamam. Mən indi qeydirəm kitabın əvvəlindən 10-cu səhifədən əslində müqəddəmə. Çünki o müqəddəməyə fikrim keçən mərrif eləyəndə oxumuşduq. İndi o müqəddəmədən başlayaq oxumağa. Fikirəm bunu oxumuşduq, amma bəlkə də müqəddəmədən biraz öncəni də oxusaq pis olmaz. Bəlkə bu kitab şahidi kəmali xələt cədid anlar əxlaqi siyab qismində mədud olə nəzm. Nasir adinə nəsir tusi dedi əxlaq zuhur eylədi fən. Bunu biz fikirəm keçən dəfə oxumuşdum. Burada bir dənə şeirlə fəlsəfə yazanları, əxlaq haqqında yazanları danışır. Amma adı əxlaqdır, amma fəlsəfədən danışır. Çünki bu qərbidə də əxlaq fəlsəfənin içində bəhs olur. Nasir adinə nəsir tusi dedi əxlaqu zuhur eylədi fən. Bədi şəm'i dəvan nisbətdən بعد شمع دوان نسبتاً oldu əxlaq cəlali roşən. Əxlaq cəlali ehtimalən şeyin adıdır elə. Mühsin adına Hüseyin vaiz yadigar eylədi əxlaq həsən. Parsi baf idi tarpudi cümləsi oldu çü əxlaqi köhən. Eylədim tazətən o camələri zərkeş rumi ziba ilə bən. Nükhəti xəlq el-əli paşadən oldu çün müşk fəşan ceybi zəmən. Bu lətif ilə müəttər qıldı. Bu lütf ilə müəttər qıldı. Aləmi zülfi ərusan suxən. Eylədi bəndə əli əxlaqin nam alisinə əla qəmudən. Lacerəm xətminə tarix anun oldu əxlaq əlayi əhsən. Bunu geçən dəfə oxumuşduq. Bunlarda elə qalmışdıq fikirdirəm. Buradan sonra indi burada gələk çox müqəddəmə. Ol umurun bəyanındadır ki, bu kitabidə bəyan olunacaq. Funun əvvəl funun ol umurun mərifətinə mövqufudur. Yaxud mövqufun əleyhi dəcülsə bari fil cümlə müfid və müəyyən olmaqla mövsufi məlum və müqərrər və səhifə-i zehnidə mərqum və mühərrər olə ki, fənni məqsudə bu birisi səhifə geçiruq, biraz da gətirin bu yüzdük, şuru eyləmək olacaqdır. Şuru eymək umuri ixtiyariyyədəndir. Yəni, iradət və ixtiyar üzərinə cari və ikrah-ı istiradən aridir. Və hər əmr ixtiyari iki nəsnəyə mövqufudur. İxtiyardan danışır. İxtiyar və icbardan danışır.
Hər əmri ixtiyari iki nəsnəyə mövqufudur. Nətəkim ulum əqliyyədə mərufdur. Əvvəl oldur ki, ol şeyin mahiyyəti nə idi ki? Bir şeyin mahiyyəti nədir? Əvvəl oldur ki, əvvəlin üstünə təşdid qoyubdur. Əvvəl oldur ki, ol şeyin mahiyyəti nə idi ki? Ya bil külliyyə ya bevəchin ma məlum ola. Ya bil külliyyə mən oxuyuram bunu. Ya bil külli nöqtədə var üstə, amma o nöqtə məna vermir məncə. Külliyyə olmalıdır. Ya bilgənə. Əvvəl oldur ki, o şeyin mahiyyəti nə idi ki, ya bilinə, ehtimalən belə də ola. Bilinə, ya bevəcsi ma məlum ola. Bevəcsi ma, yəni bir cürə, bir növi. Xülasə vəsilə, məlum ola. İkinci, əvvəlimci budur ki, bəs şeyin mahiyyəti nə idi, nə olması, külliyə ya bir tori icmali deyək. Məsələn, icmali ya da ki, bir növi məlum ola. İkincisi oldur ki, fil cümlə faidəsi var idi, genə vardügünə, faidəsi vardügünə təsdiq olunub. Bu təsdiq səhifə-i zehnidə mərsum ola. Deyir ki, deyək ki, faydası, əgər bilmirik mahiyyəti nədir, faydasını bilək. Bu fayda zehnidə də görünə. Çünki zehnidə biz, məsələn, deyirik ki, bir düşüncədən danışırıq. Məsələn, əxlaqın özü. Əxlaqın mahiyyətin bevəchin ma, bir növi bizə məlumdur. Amma çox da məlum deyil nədir. Deyil nə mənədir? Faydasına baxaq. Faydası nədir? O şey ki, özüvə səlah görürsən, özgələrə də səlah gör. O şey ki, özüvə səlah görmürsən, özgələrə də səlah görmə. Bu, məsələn, bir əxlaq usuldur. Bu, bizim zehnimizdədir. Bir anlayışdır əxlaqdan. Amma əxlaq deyil. Bu, zehnimizdə bir əxlaqdan bir anlayışdır. Mən bunu düşünürdüm ki, əcəba bizim zehnimiz dünyada bir cür qurqulandırıblar ki, dünyada fəqət belə görək, fəlsəfəni də belə görək, ağlı da belə görək, filan. Əcəba bu olmasaydı, yəni bu güclü güclər bu fikri yaymasaydılar, ayrı cür bir düşüncə olmazdı. Amma mən bəzən diqqət edirəm bu sənədli filmlərə, müstənəd filmlərə baxıram. Onlarda görürüm ki, insanların bir-birindən qət olduğu, kəsildiyi, bir-birləri ilə ilgi qurmadığı yerlərdə yaşam tərzi, anlayış tərzi fərqlidir. Məsələn, Avustraliyada deyirlər, bir də insanlar vardı, bunları gözlərini bağlırlar, qulaqlarını da örtürlər, şeyləsin, səs getməsin qulaqlarını da təpirlər. Bunları qoyurlar, maşına aparırlar çölə. Çöldə bunları salırlar, maşından indirirlər. Sonra bunları dolandırırlar. Çox fırradırlar dövrünə. Sağdan sola, soldan sağa, çox fırradandan sonra bunun gözünü açırlar. Qulağını açırlar. Açan kimi bu adam o üzbüyüzə baxmamışdan deyir ki, güney buradır, gün çıxan buradır, filan da buradır. Bu, bunu nəcür bilir? Deyir, bu adamlar səlaməleyik əvəzinə, səlaməleyiküm yeri, məsələn, Türkiyədə acmısın, səlaməleykinə yaxın bir şeydir. Yəni, səlaməleykim, evə birinin evinə getdir, səlamələykimə yaxın, elə az qalır səlaməleykim olsun, deyir ki, acmısın? Vəli, məsələn, Çində də belə bir şey var. Çində də, Çinlilərin də arasında belə bir şey var. Ya, məsələn, bəzi yerlərdə
İnsanlar ağac üstündə yeriyirlər. Ayaqlarının, məsələn, 1 metr, 2 metr yerdən uca ağaçların üstünə çıxırlar, onunla yeriyirlər. Yəni, yaşamaq tərzi fərqlidir. Ya çılpaqdılar, çılpaqlıq pis deyil. Hətta mən bu son zamanlarda bir turist gördüm, yenə də dokumenteri deyək ona, getmişdi Amerika Latində bir dənə qəbiləyə gedir. Amma göndərirlər ki, bu müsəlmandır, məsələn, xəbər göndərirlər ona, o yerə ki, gedəcəkdir. Onlar, məsələn, deyir ki, çılpaq olsalar, o deyir ki, çılpaq olsalar Nayrəxanda olmayın. Düzdür, xəbər gedibdir, paltar giyinsinlər, amma mümkündür çılpaq olarlar, çünki bunlar çılpaq yaşırlar. Gedir birdən görür ki, adamlar paltar giyiniblər azdan çoxdan, məsələn, amma məsələn, adamlara deyirlər ki, buna deyirlər ki, evlərdən film çəkmə, çünki onlar çılpaq ola bilərlər. Onlar ki, bura gəlməyiblər sənin yanıma, onlar çılpaq. Yəni, insanlarda bir anlayışdır, əxlaq istəyirəm deyəm. Hər halda. Deyir ki, bir şeyin faydasına inansaq, oradan da bir şey bilərik. İkincisi oldur ki, fil cümlə faydası var dücünə təsdiq olunub. Bu təsdiq səhifə-i zehnidə mərsum olar. Təsdiq nə deməkdir? Deyirik ki, məsələn, deyir ki, 5 başlı adam yoxdur əslində. Amma beynim 5 başlı adam yoxdur əslində. Amma beynimizdə yaradırıq. Beynimizlə eşik dünyanın fərqini istədim burada deyəm. Hər halda, mən qərarlı kitab oxuyum, qərarlı deyək ki, fəlsəfə deyəm. Və hər elmin məbadi və müqəddəmatı vardır ki, əhli qətində zahirdir, qətində yanlarında. Ki, elmi məzkurə ya mövqufun əleyh, ya müin və nasirdir. Ki, elmi məzkurə ya mövqufun əleyh, ya o elmi biləndə onu bilirik, ya da müin o nasirdir, ya da ki, onu köməklik edir ona. Lacərəm, bu müqəddəmədə bu məzkurat ki, mücmələn elam olundu, müfəssələn şərh və bəyani irad olunmaq iltizam olunub. Bu ki, mən orada xülasə danışdım, gərək danışmayayım, deyir ki, bunu içəridə açacaq. Necə əbhasından tərkib, mən bunu necə icabindən olacaqdır, ehtimalən. İcabindən tərkib və hər bəhsü və münasib üzərinə tərtib olundu. Bəhs əvvəl hikmət əməliyyənin mütləqa və elmi əxlaq və elmi təbdir mənzil və elmi siyasətül müdün neçə elmilərdir. Deyir ki, əvvəl bunlarda danışacaq ki, hikmət əməliyyənin, hikmət əməliyyə yəni işləmək da, əmələn. Mütləqa, elmi əxlaq və elmi tədbir mənzil və elmi siyasət, 3 dana. Deyir, əvvəl bunları siyasətül mədən, modern ehtimalən yazıb, mədən necə elmilərdir və tərif ismiləri nədir? Onların tərifi ismisi. Biz dəqiq bilmirik, yəni burası çox gözəldir ki, ismisi, yəni biz ona nisbət veririk da, yəni deyirik ki, beləsi. Anın bəyanıdır. Əvvəla məlum olsun ki, tərifi elmi mümkün olməz illa həddi ismisi ilə ki, tərifi əslidir. Pəs bir də bunu oxuyaq. Əvvəla məlum olsun ki, tərifi elm mümkün olmaz. Heç zadı mümkün deyil tərif edəsiniz. İlla həddi ismi, onun adı dövrəsində, onu tanıdığımız miqdar. Ki, tərifdə əslidir. Tərifdə də əsl budur ki, onun adını deyirik da. Və həddi ismi iki nəsnədən mürəkkəbdir. Həddi ismi özü iki nəsnə ilə gələr, məhfumdur. Biri mabehül iştirak ki, cinsidir. Biri mabehül, o şeylər ki, müştərəkdir. Ona cinsi deyir. Fəlsəfədə buna deyirlər cins. Məntiqdə deyirlər cins. Və biri mabehül imtiyaz. Və o şeylər ikincisi də o şeylərdir ki, bir-birindən ayırır. Bir şeylər ki, müştərəkdir bir şeylərin arasında və bir şeylər ki, o şeyi o birislərdən ayrılır. Məsələn, bu qələmlə
televizyon, livan, çıraq, otaq, saxtıman bir iştirakçıları var. Bir bu ki varlıqlarıdır, bir bu ki şəkilləri var, bir bu ki cismdən ibarətdirlər, bir budur ki hamısının rəngi vardır, bir budur ki bunlar camiddirlər, maye ya qaz deyirlər. Bunlar, məsələn, hala çox şey saymaq olar, bunlar ondandırlar. İkincisi nədir? Aha, ikincisi budur, bunların imtiyazları var. Yəni imtiyaz nə deməkdir? Yəni təfavütləri var. Təfavüt nə deməkdir? Bu məsələn yazar. Ev yazmaz, maşın yazmaz, istikan yazmaz. Məsələn, kompüter özü əlbəttə onda da yazmaq olar, amma ondan yazmaq olmaz. Yəni bunu əlimizdə tuturuq yazırıq, amma kompüter əlimizdə tutub yazamırıq. Bunu insan yanınca həmişə daşıya bilər, cibinə qoya bilər, amma kompüteri məsələn cibinə qoya bilməz. İstikanı cibinə qoya bilməz, evi cibinə qoya bilməz. Bu qələm də adı, yazmaq üçün işlənir, məmulən kağız üzərində yazar, amma onlar bu işin heç birisini görməzlər. Bunlar da onun ayrılıqları. Yenə də getdim mən bunları açıqlamağa, gərək bu işi görməyəm. Pəs deyir ki, tərif ismi ilə ki, tərif əslidir və hədd ismi iki nəsnədən mürəkkəbdir. Biri mabihül iştirak ki, cinsidir və biri mabihül imtiyaz ki, fəslidir. Fəsl yəni ayırmaq. Və hikmət-i əməliyyənin cinsi mütləq hikmətdir. Ki, iştirakidə kamil və hikmət-i əməliyyə və nəzəriyyəyə şamildir. İştirakidə kamil iştirakı vardır və hikmət-i əməliyyə və nəzəriyyəyə şamildir. Bəs hikmət-i əməliyyənin cinsi mütləqdir. Yəni, cinsi hikmət-i əməli deyəndə hər şeyi tutur. Nədir? Həm nəzəri hikməti, həm əməli hikməti. Pəs, mütləq hikməti tərif və tərsim və əqsam-ı mütəbərəsinə tənvi və təqsim edəlüm ki, hikmət-i əməliyyənin hədd ismisi mütəbəyyin və mahiyyəti ində talibi gün gibi mütəəyyən ola. Bura fəlsəfə bəhsləri qədim belə olunurdu. Yəni, bu da türk dilində fəlsəfə yazıbdır. Amma tərif-i hikmət və təqsimi o به اقسام مشهور تقسیم o da o mən bunu u oxuram, bağışlayın fars ləhcəsini oxuram çünki adət eləmişik da təəssüflə. Amma təqsimi hikmət və təqsimi o به اقسام məşhurə. İndi deyəcəksiniz ki, bu cümlə türkcədir, farscadır, ərəbcədir, farsca deyil, ərəbcədir. Amma tərif, hikmət, təqsim, əqsam, məşhurə. Hamısı ərəbcədir. Vələr də ki, cəndə ərəbcədir. Hikməti mövcudat xariciyyə nəfsül əmridə nə halidə isə ol hal üzərinə bilməkdir. Mövcudat ki, bizim zehnimizdə eşikdədirlər, bunlar varlıqlar. Lakin taqət-i bəşəriyyə vəfa etdikcə, çox gözəl cümlədir, taqət-i bəşəriyyə vəfa etdikcə, vəfasızdır insanın taqəti. Və qudrət-i insanda mümkün olduğu miqdar bu tərif nəfs-i əmələ şamil dəcül və əməl bu tərsim müqtəzasınca hikmətdə daxil dəcüldür. Və bu məzhəb sob-i səvabə yəqin və məqbul ammə muhəqqiqindir. Amma bəzi hükəma hikməti təmin və əməli dəxi dərc edib bu vəci üzərə təqsim eylədilər ki, hikmət-i nəfs-i insaniyyədə elm və elmin husuli. Hikmət nəfs-i insaniyyədə elm və elmin husuli və nəfs-i insaniyyə kim bu iki cəhətdən kəmal-ı mütəddin bih olan mərtəbəyə vusulidir. Nitəkim xacı mühəqqiq kitab əxlaq nasiridə ki rəqəmzədə-i kilki hikmət nigaridir təsnif buyurdu. Hikməti bu vəcüzə tərif buyurdu ki, hikmət əşyai layiq nə isə eylə bilməkdir. Hikmət əşyai layiq nə isə eylə bilməkdir. Və əfali, yəni hikmət əfali, layiq necə isə eylə qılmaqdır. Və hikmət əfali, layiq necə isə eylə qılmaqdır. Eylə qılmaq yəni işləmək. Çün تعریف مفهوم و آنده واقع olan ixtilaf məlum
Çün تعریف mefhum və mefhumda olan və anda vaqe olan ixtilaf məlum oldu. Pəs bu canibdən rücu və təqsim hikmət etməklə şuru edelim. Tərif hikmətdə məzkur oldu ki, mevcudat xariciyyə bilməkdir. Və şul əşya ki, mevcudat xariciyyə lafzi ana ismidir. Nəfsül əmrdə iki qismidir. Qismi əvvəl oldu ki, anın vücudunda bəzmi qudrət və iradətimiz ki, əsla daxili yoxdur. Bəs qismi əvvəl oldu ki, anın vücudunda bizim, mən bəzm oxudum, üzrsən, bizim qudrət və iradətimiz ki, əsla daxili yoxdur, zəmin və asuman misalı kimi və əşxas insan və heyvan gibi. Bunlarda bizim daxilimiz yoxdur. Və iradətimizin də daxili yoxdur. Olsun olmaz. Əlbəttə biz olmasından indi daxili qoyuruq da, öldürürük məsələn. Qismi sani oldu ki, anın vücudunda bizim qudrət və iradətimizin mədxəli müqərrər və anlərsiz vücudi namüyəssərdir. Bizdən sadir olan əfal. Biz olmasaq, mən əlimi tərpədirəm, danışıram. Mən olmasam, bunlar olmaz. Bizdən sadir olan əfal və hərəkat və əmal gibi. Pəs, hikmət mütəəlliqi olan mevcudat xariciyyənin iki qismə inqisami ilə iki qismə münqəsim olur. Lakin ərqi şübhə ol vaxt bir tamam müncəsim olur ki, hər qismi əyan və təfsilən bəyan edəviz. Edəviz cəm bağlıdır özün. Biz də diyoruz ki, biz, məsələn, mən bəzən deyirəm ki, biz belə düşünürük, yəni özümü cəm bağlıram. Özümə hörmət qoyuram. Burada da bu insan özünə hörmət qoyur. Deyir ki, biz. Edəviz, yəni mən edərəm, amma deyir ki, biz edərik. Yəni özün cəm qoyur. Məsələn, hər halda özünə hörmət qoyur və özün cəm görür. Məncə də çox yaxşı işləyir. Qismi əvvəl ki, bizim qudrət və iradətimizin mədxəli olmayan mevcudat xariciyyədən bəhs edər, ana hikməti nəzəriyyə dərlər. Nəzəriyyə yəni düşüncədədir, fəqət burada beynimizdə. Zira təriq təhsili bəhs və nəzərə münhəsirdir. Pəs təriq təhsilinə nisbət olunub, hikmət nəzəriyyə ilə müştəhərdir. Qismi sani ki, bizim qudrət və iradətimizin mədxəli müqərrər və anlərsiz vücudi müyəssər olmayandan bəhs edər. Ana hikmət əməliyyə dərlər. Mən bunu birinci dəfə tərifini anladım. Yəni, bəlkə də oxumuşdum, amma yadımda deyildi. Keyfiyyət əməldən bəhs etdiyi üçün əmələ nisbət edərlər. Pəs hikmət əməliyyə bir elmidir ki, onda əfal və əmali əfrad insanidən bəhs olunur. Şu heysiyyətdən ki, qəngi əməl filan əməl, qəngi əməl filanın yerinə işlənir. Filan ehtimalən ərəbcədir. Görüm ərəbcədir ya yox. Filan, əlbəttə bunu görə çevirəm. Filan sözü hangi dildən gəlibdir? Özü ərəbcədən, filan ərəbcədən gəlibdir, farscaya və türk dillərinə keçibdir. Tamam, elə burasını istirdik, bilək ki, o şeydir. Filan sözü ərəbcədən gəlmədi olduğu üçün qəngi türkcəsidir bunun. Filan yəni. Şu heysiyyətdən ki, qəngi əməli salih və məqbuldur ki, ani təhsil və iqa etmək nəfs-i insaniyyəyə mucibi kəmal səadət həqiqiyyədir. Səadət, bəzi işlər insanları səadətə aparar, doğru səadətə, həqiqi. Həqiqi yəni doğru. Və qəngi əməl
fasid və məzmumudur ki, anlə bəla mülabisə və ittisaf. Mülabisə palto geyinmək. O əmələ əncam verib, əməli görmək, qılmaq. O işi qılmaq deyir ki, nə mənədir? Və qənqi əməli fasid və məzmumudur ki, anlə mülabisə və ittisaf qılmaq zat adəmiyə murisi nüqsan və şəqavət uxraviyyədir. Dargış aytdıq, pislik eləmək, özgələrə xiyanət eləmək, malını almaq, zəhmətini almaq, abrısını aparmaq. Mən bir kitab oxurdum, calibdir. Orada əxlaqdan bir misal vurmuşdu. Mən onu çox sevdim. Deyirdi ki, bir nəfər xanımı ilə müşkülü var, istəyir boşansın. Kitabda bu misalı yazıbdır. Deyir ki, yoldaşları buna soruşur ki, xanımın nə eybi var, niyə istəyirsən boşayasın? Deyir, sizə nə mənim xanımımdan? Mənim xanımımın eybi varsa, məndən sonra heç kəs bilməməlidir. Sizə nə? Deyir ki, boşanırlar, ayrılırlar, gəlirlər soruşurlar ki, ay oğlan boşandınız da, bu xanımın nə eybi var? Deyir ki, sizə özgənin eybindən sizə nə?